Herkese salam. Başlıqdan da gördüyünüz kimi tətil sumkamda nə var videosu çəkəcəm. Əgər kanalıma təzə gəldiysəniz, mənim adım Əbülova Rövşanə və keçək paltarlara. Ən birinci bugün təzə aldığım paltarlarla başlayaq. Belə bir oversize köynək aldım. Krem rəngli köynək aldım. Çox qəşəngdir. Bunun belə kəllə formasını və kəpənək formasını da üstündə şəkli var deyə bəyəndim və qiymətdə 3 manat idi. Endirmə düşmüşdü. Sərfəli Univermaqdan almışam. Təzə aldıqlarımdan başlayaq. Bir də 5 manata belə bir yaşıl rəngli güllü müllü don aldım. Anam aldı, sağ olsun. Dedi ki, şey yaraşır. Al giyin. Ətəyi altıda astarlıdır. Çox qəşəng bir detaydır. Bu da astarlı olması çox gözəldir. Beli də rezinlidir. Bu da 5 manat idi. Endirmə düşmüşdü. Sizi belə paltarları görsə də sıxmaq istəmirəm çox da. Çünki çox paltar var. Hızlandırma deyirlər də. TikTokda hızlandırmaya qoşub elə çəkib göstərəcəm hamısını bir-bir. Sağ olun. Elə göstərəcəm. Nəhayət. Salam, 2 gündür demək olar ki, videoya ara vermişdim. Gedib getməyəcəyimiz bəlli değildi, amma bugün bəlli oldu. Birazdan yola çıxılır. Sumkanı dəyişdirdim, bunu götürdüm. Hər şeyi bunun içinə yığdım. Ayaqqabım, makyaj çantam, baxım falan ürünlər hamısı onun içindədir. Bir də saç daraqdır, nə bilim, xırdafarat şeylər də buradadır. Belə nəydi onun adı? Səs gəlir, anam telefondan danışır, o heç. Bir də çiyin sumkam var, bir də qol sumkam var. Getdiyimiz yerə çatanda detallı bir şəkildə hər şeyi göstərəcəm. Hələ ki bu qədər. Bunun üstündən bir harasa 4-5 gün keçər, 6 gün keçib. Hələ çəkib qurtarmamışam. İndi göstərirəm, çatmışıq biz Bakıya. Burada köynəklərim, kroplarım, burada pejamalarım, şortgilərim, burada şalvarlarım var. Bu qədər şey getmişəm cəmcə paltar olaraq. Aksesuar, açqı, burada da seplərim falan var, saç şamponum, laf çöpü, nəmləndirici, burada şeydir, makyaj fırçalarım, burada sumkalarım var, bunlar tez almışam, YouTube videosu gələcək yenə, burada rubaşkalarım, tez aldığım donum, bir də köynəyim var, asılqamdadır belə. Burada dəftərlərim, qələmlərim, sivil falan var, diplomum, sivlərim var. Burada da full makyaj malzemələrim var, hamısını yığmışam bura, hər şey buradadır. Diş şötkam, diş pastam falan, hər şey buradadır. Bir də bu sumkanı getmişdim. Bunun içində eləyəndə ayrı bir YouTube videosunda çəkəcəm.
Videomu bəyənməyi, yorum yazmağı, abunə olmağı unutmayın. Təzə bir video da gələcək. Bundan əlavə 2-3 video falan gələcək. İndidən özünüzə müğayət olun. Sağ olun.